Qardaş soruşur ki, səcdə ayəsində nə deyilir? Səcdə ayəsini oxuduğun zaman ayaq üstə durub, deməli, səcdəyə gedirsən. Allahu Ekber deyib, səcdəyə gedirsən. Və müsəlman qalasında bir dua var. Səcədə vəcihə deyə başlayır. Onu da deyə bilərsən. Onu bilmirsənsə, Subhan Rabbiyəl A'lə də deyə bilərsən. Və əlavə orada dua da edə bilərsən. Çünki bildiyimiz kimi Allah Subhanahu wa Ta'ala ən yaxın an, vaxt səcdə anıdır. Və xüsusən də sən səcdə ayəsini oxuyursan və səcdəyə qapılıb o zaman dua edirsən və bu dua Allah yanında daha məqbuldur və daha sənin üçün xeyirli ola bilər. Amma dediyim kimi, ya o müsəlman qalasında olan səcədə vəcihə o duanı edirsən tam axıra kimi və ya bilmirsənsə onu elə Subhan Rabbiyəl A'lə, Subhan Rabbiyəl A'lə, Subhan Rabbiyəl A'lə 3 dəfə də deyirsən. Əlavə də Azərbaycan dində istəsən dua da edə bilərsən. Çünki namaz deyil o. Yəni nə qədər istəsən həmin vaxtı dua da edə bilərsən. Heç bir sıxıntı yoxdur.